Salam əziz xanımlar. Bugün sizə yeni gələn məhsullarımı çəkirəm. Faberlikdən. İlk öncə sizə zima kremlərini göstərmək istəyirəm. Qışda xanımların sevimlisi, nəmləndirici, qidalandırıcı kremimiz. Deməli, burada artıq sayını da itirmişəm nə qədər var. Baxın, keyfiyyət bu, deməli kremimizin keyfiyyətinin göstəricisidir ki, bu qədər, deməli, zima kremi zakaz verilibdir, sifariş verilibdir xanımlar tərəfindən. İndi mən bunu sayıb, həm də sizə göstərmək istəyirəm. Baxın xanımlar, deməli, kremlərimizdir, zima kremlərimiz. 2 ədəd beləsi. 1 ədəd isə La Creme seriyasından olan şaftallı kremimizdir. Bu kremdə, bunun ətri xanımlar tərəfindən çox bəyənilir. Bu krem də çox gözəl kremdir. Deməli, keçək başqa məhsullara. Deməli, Faberlikin yeni məhsuludur, antijir. Belə bir məhsul sifariş vermişəm. Və onun başlığı, xanımlar, başlığını da şirkət özü qoyur. Belə rahatlıqla istifadə eləmək üçün. Sifariş olduğu üçün mən də açmıram onu. Sonra belə bir ləkə çıxarıcı, bu xalçalardan, divan, stol, bir çox yerlər, səthlərdə ləkələri çox gözəl şəkildə çıxardır. Və burada bizim kosmetik məhsullarımız var. 2 ədəd mat pomadamız var. Sonda mən sizə rəngini göstərərəm. 412-20. Bunun mən rəngini çəkib video şəklində paylaşmışam. İstəyən oradan baxa bilər rənginə. Xanımlar tərəfindən çox bəyənilir, çox sifariş olunur bu rəng. Mat pomadamızdır. Bu isə bizim XL tuşumuzdur. Və belə bir dodaq balmıdır. Rənginə baxın. Yüngül rəng tonu verir dodağa. İstəyən bu seriyadan da ala bilər. Keçək 3-cü klök məhsuluna. Deməli, burada bizim çəkimizdir. Sonra nələr var burada? Deməli, belə bir şampunumuzdur. Bunu bir xanım sifariş verib mənə. 94% təbii məhsullardan, təbii bitkilərdən hazırlanır. Və deməli, Salon Care seriyasından olan balzamımızdır. Bunun şampunu keçən kataloq bir xanım sifariş vermişdi. Bu dəfə balzamını sifariş verdi. Bu, deməli, keratinli saçlar üçündür. Yəni, keratin saçları olan xanımlar da bunlardan istifadə edə bilər. Salon Care seriyasından. Sonra bizim qışda çıxan məhsullarımızdandır. Bu, demək olar ki, yaz aylarında olmur. Bu məhsullar ancaq zima kremləri kimi qış aylarında olur.